Can. Bəzən olur ki, heyvan sahibləri elə zənn eləyir ki, heyvanların duyğuları, hissləri olmur. Bu yanlış bir şeydir. Mənim başıma gəlib heyvanın tamamilə başqa bir müalicə üçün gətiriblər. İştahında heç bir problem olmayıb. Bizdə qaldığı müddət qətiyyən yemək yeməyib. Biz də təbii ki, düşünmüşük ki, hansısa bir problem var, müalicə etmişik. Axırda məlum olub ki, bu 6 yaşlı bir dənə uşaqdan ötürü darıxırmış. Əlində falindoskop, könlündə mərhəmət. Onun üçün əsas məqsəd heyvanların sağlamlığı, sahiblərinin isə məmnunluğudur. Artıq 10 ilə yaxındır ki, baytar həkim kimi fəaliyyət göstərirəm. Universitetdən öncə də heyvanlara qayğım, sevgim var idi. Universitetdən sonra da təbii ki, bunun peşəkar forması davam edir. Günlük müxtəlif dərəcəli heyvanlar gəlir. İstər infeksiyon xəstəliklər olsun, istər travma olsun, istər rutin kontrollar olsun. Biz də çalışırıq ki, öhdəsindən gələk. Bizim sahədə də artıq bu bir məcburiyyət halıdır. Biz heyvana öz qayğımızı, sevgimizi göstərə bilməsək, oradan tam da nəticə almaq olmur. Yəni, hansısa dərman preparatı ilə bərabər bizim ona qayğımız da şərtdir. Tək cihazlarla yox, vizual da biz onun haqda və əhvalından müəyyən bir seçim etməliyik. Hansı vəziyyətdədir, müdaxilə etmək olarmı, olmazmı? Ruslan həkim deyir ki, onlar danışmasa da baxışları hər şeyi deyir. İşim 10 tamamda başlayır. İşə gələn zaman artıq bizdə olan, stasionar xidmətdə olan heyvanların vəziyyətləri ilə maraqlanırıq, onlara lazım olan müdaxilələr olunur. Bunlar bitdikdən sonra artıq yazılmış xəstələri qəbul edirik. Bu zaman ardıcıllığı qoruyuruq, deyək ki, acil durumdursa, təcili müdaxilədirsə, onlar ön planda tutulur. Müvəqqəti təxirə salına biləcəklər təxirə salınır. Günlük müayinələrimiz, müalicələrimizlə yanaşı ağır əməliyyatlarımız da olur. Heyvan olur aqressiv gəlir, heyvan olur tabe olmur. Bu, hələ kiçik dostlarımıza aiddir. Kənd təsərrüfatı heyvanlarında ümumiyyətlə çətindir, maldarlıqda çox çətindir. Ancaq çalışırıq ki, öhdəsindən gələk. Bəzən heyvanlara müxtəlif xidmətlər olur, grooming dediyimiz, heyvanların qırxılması, çimizdirilməsi. Burada da necə davranılmağından asılı olmayaraq, sadəcə heyvana o xidmət tətbiq olunan zaman öyrəşmədiyi, görmədiyi bir mühitə düşür, stressdən hətta xəstəlik belə keçirə bilirlər. Bu balamız artıq 2 gündür bizim stasionar xidmətdədir. Gələndə həzmsizlik problemi ilə gətirmişdi sahibləri, müalicələri olunur, günlük şükür artıq irəliləyiş var. Çöl heyvanları evdə saxlanan heyvanlara nisbətən orqanizmasının dözümlülüyünə, vərdiş eləməyinə nisbətən biraz fərqlidir. Deyək ki, biz evdəki saxladığımız heyvanlara hər hansı bir qidanı versək, onlar daha tez xəstələnə bilərlər. Nəinki çöldə yaşayan pişiklər. Onlar artıq o mühitə öyrəşib deyə bəzi qidaları mənimsəyə bilirlər. Bəzən sadə bir müayinə, bəzən də ciddi bir əməliyyat. Amma hər biri onun üçün eyni dərəcədə dəyərlidir. Çünki hər bir can xüsusi diqqətə və qayğıya layiqdir. O, hər gün işinə sevgi ilə başlayır, günün sonunda isə bir cana şəfa verməyin rahatlığını yaşayır. Veterinar üçün bu sadəcə bir peşə deyil, bu heyvanlara qayğı, sahiblərinə isə ümid bəxş etməkdir.